Münhendə Əliyevdən mühüm mesaj, İrəvandan cavab gözlənilir. Prezident İlham Əliyevin Münhendə France 24 telekanalına müsahibəsi bir çox baxımdan diqqət çəkir. Dövlət başçısı Ermənistanda referendumun keçirilməsinin planlandığını, bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacağını söyləyib. Prezident bildirib ki, normallaşma prosesi uğurla irəliləyir və formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi rəsmən sülhün olacağına ümid edir. Əliyev artıq iki ölkə arasında əlaqələrin qurulduğunu və Azərbaycan üçün sülhün əldə edildiyini vurğulayıb. Global Info azda danışan politoloq Züriyə Qarayeva deyib ki, Prezident İlham Əliyevin açıqlaması faktiki olaraq Bakı üçün sülh prosesinin artıq siyasi müzakirə mərhələsini geridə qoyduğunu və hüquqi formal tamamlanma mərhələsinə keçdiyini göstərir. Ermənistanın referendum keçirmə ehtimalının vurğulanması isə məsuliyyətin birbaşa İrəvanın üzərinə qoyulmasına işarədir. Yəni Azərbaycan tərəfi sülh üçün öz şərtlərini və mövqeyini çoxdan formalaşdırıb, indi isə prosesin ləngiməsi və ya irəliləməsi Ermənistanın daxili siyasi iradəsindən asılıdır. Bu mesaj eyni zamanda beynəlxalq ictimaiyyətə də ünvanlanıb. Bakı sülhə mane olan tərəf deyil və prosesin açarı artıq qarşı tərəfin əlindədir. Züriyə Qarayeva 900-601 Züriyə Qarayeva digər mühüm məqam ondan ibarətdir ki, Prezident Azərbaycan üçün sülh əldə olunub ifadəsi ilə psixoloji və siyasi çərçivəni dəyişir. Burada söhbət kağız üzərində imzadan yox, faktiki reallıqdan gedir. Azərbaycan müharibədən sonra yaranmış status quo-nu öz xeyrinə rəsmiləşdirib, təhlükəsizlik və suverenlik baxımından əsas məqsədlərinə çatıb. Sazişin imzalanması isə bu reallığın hüquqi sənədə çevrilməsidir. Bu yanaşma Bakının özünə inamını və prosesdə tələskən olmadığını göstərir. Sülh imzalansa da, imzalanmasa da Azərbaycan artıq nəticəni əldə etmiş tərəf kimi çıxış edir. Separatçıları əfv edə bilərsinizmi sualına Prezidentin cavabı. Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev France 24 kanalına müsahibə verib. Axar az xəbər verir ki, müsahibədə jurnalist Bakıda mühakimə olunan erməni separatçılarla bağlı da suallar ünvanlayıb. Müsahibənin sözü gedən hissəsini təqdim edirik. Müxbir, ölkənizdə hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarına toxunmaq istəyirəm. ABŞ vitse-prezidentinin bu məsələ ilə bağlı danışdığı və bölgədə sülhə nail olunması məqsədlə sizdən bəlkə də onları əfv etməyinizi istədiyi barədə məlumatlar var idi. O, bunu edibmi və siz bunu edəcəksinizmi? Prezident İlham Əliyev, vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam. Biz əsasən iki tərəfli əlaqələri, regional inkişafı, TRIP və Ermənistanla rəsmi sülh perspektivlərini müzakirə etdik. Qeyd etdiyiniz bu insanlara gəldikdə isə onlar bizim ərazimizdə Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir. Bu insanlar uzun illər ərzində Azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Müxbir, cənab Prezident, bəs siz bununla bağlı nə isə edə bilərsinizmi? Prezident İlham Əliyev, siz nəyi nəzərdə tutursunuz? Müxbir, yeni səhifə açıb onları əfv edə və ya buna bənzər nə isə bir jest edə bilərsiniz. Bu, sizin səlahiyyətiniz daxilindədir. Prezident İlham Əliyev, bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberg məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, 2 aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Müxbir, bu, sizin üçün eyni şeydir. Prezident İlham Əliyev, bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət 2-ci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi. Müxbir, bəs yeni səhifə açmaq baxımından sonuncu müharibə nəticəsində Qarabağı tərk etmək məcburiyyətində qalan ermənilərə qarşı biraz mərhəmət hiss edirsinizmi?